Azərbaycan Respublikasının Fövqəladə Hallar orqanları işçilərinin etik davranış qaydalarına dəyişiklik edilib. Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydarov müvafiq qərar imzalayıb. Mövcud qanunvericiliyə görə işçiyə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda işçi onlardan imtina etməlidir. Dəyişikliyə əsasən maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə birbaşa rəhbərliyə deyil, korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölməyə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi Fövqəladə Hallar orqanına akt üzrə təhvil verilməlidir. Həmçinin hazırda qüvvədə olan qərara görə işçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallarda şamil edilir. Dəyişikliyə əsasən işçi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinə yox, korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölmənin rəyini öyrənməlidir.